Aleykumussalam və rəhmətullahi və barakatuh. Qardaş soruşur ki, yəni dəstəmazın pozulub-pozulmamasında şübhə edirsənsə dəstəmaz almalısanmı? Çünki bu şeytandandır. Belə bir qayda varmı? Əlbəttə ki, bu qayda var. Yəni çox vaxt dəstəmazın pozulub-pozulmamasını insan zənn eləyirsə, o zaman bu qayda, yəni bu şeytandandır. Çox vaxt şeytandan olur. Belə halda nə edirsən? Belə halda burada bir məsələ var. Yəni qayıdırsan yəqinliyə. Yəni sən məsələn fikirləşirsən, qayıdırsan yəqinliyə ki, əgər sənin yəqinliyin daha çoxdursa ki, yox pozulmuyor, dəstəmazın var. O zaman dəstəmazın var kimi davam edirsən. Amma sənin yəqinliyin az, şübhən çoxdursa ki, dəstəmazın pozulub. O zaman dəstəmazın pozulmuş sayırsan və yenidən dəstəmaz alırsan. Allah bir daha doğrusun. Yəni yenə də bu qayıdırsan məsələdə, yəni şübhəyə və yəqinlik. Yəqinlik çoxdursa qayıdırsan, dəstəmaz var deməkdir. Əgər şübhə çoxdursa dəstəmazın yoxdur deməkdir. Yəni ona görə qayıt, fikirləş yenə, yəqinlik çoxdursa dəstəmaz alma, yəqinliyin azdırsa, şübhən çoxdursa dəstəmaz alsan daha yaxşıdır olar. Dəstəmaz almalısan daha doğrusu. Allah bir daha doğrusun.